sabahınız xeyir olsun. Bugün yenə biz həftə ərzində baş verən xəbərlərlə sizin qarşınızdayıq. Bəli, əziz izləyicilər, Sevincin də qeyd etdiyi kimi, bu həftə ərzində baş verən xəbərləri sizin nəzərinizə çatdıracağıq. Amma təbii ki, hər zaman olduğu kimi fərqli prizmadan. Xəbərlərdən əlavə də rəylərimiz də var idi. Elə isə mən öz yerimi alım və bütün xəbərləri də çalışaq ki, izləyicilərin nəzərinə tam açıq və aydınlığı ilə çatdıraq. Bəli, buyur Aydın. İstəyirəm ilk xəbərimizlə başlayaq. Goranboyda 2 yeniyetməni maşın vurub, başlıq belədir. Rəylərə diqqət yetirdikdə isə insanları maraqlandıran o 2 yeniyetmənin həyatı deyil, xəbərin qapaq hissəsindəki tibb bacısının geyimidir. Eynilə mən də həmin xəbərlə rastlaşmışdım və tək-tək bütün rəylərin hamısını oxudum. Çox az qism deyərdim ki, hadisəyə fokuslanmışdı və hadisə ilə bağlı fikir bildirirdi. Əksər rəylərdə isə tibb bacısının geyiminə nəsə hər hansı bir rəy bildirirdilər. Zəhmət olmasa mənə xəbəri tam açıqlığı ilə, yəni həm mənim üçün, həm də izləyicilər üçün bir izah edə bilərsən? Goranboyda 2 yeniyetmənin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Lada Priora markalı avtomobil şəhər sakinləri 2013 təvəllüdlü Nuray Həsənova və 2011-ci il təvəllüdlü Fidan Qasımovanı vurub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Öncəliklə həmin o yeniyetmələrə şəfa və ailələrinə səbir diləyirik. Bəli. Gəl keçək rəylərə. Nə üçün insanlar bu qədər empatiyadan uzaqdırlar? Səbəb nədir? Yəni nəyə görə məhz o hadisənin təsirinə deyil də və yaxud da təsirlənməyə bilərlər. Hər kəs üzülməyə bilər, hər kəs pis olmaya bilər o hadisəyə, sıradan baxa bilər. Və bu sıradanlaşan hadisələr ki var, məsəl üçün bir insanın həyatını itirməsi, əvvəllər bu hadisəyə çox acı reaksiya verirdilərsə, yəni acı Bəli. nəzərdə tutduğum üzüntülü, kədərli reaksiya verirdilərsə, hazırda çox sıradan, soyuqqanlı, bu ola bilsin bir növ öyrəşmişik artıq ölkə olaraq da. Ola bilər ki, müəyyən bir dövr müharibə dövrümüz oldu. Təbii ki, indi sülh imzalanıb, amma müharibə dönəmində artıq həmin o insanlar çox eşitdilər, Bəli, insanlar gördülər. ölüb. Sonra korona dönəmində bir çox insanlar da həyatını itirmişdi. Öyrənilmiş çarəsizlik sindromu var da Bəli, psixologiyada. Eynilə bu da yəqin ki, bu cürdür. Amma yenə də bu nə isə dəyişmir. Soyuqqanlı ola bilərik, sıradan baxa bilərik. Yəni sıradan dediyim, yəni bu hər kəsin həyatında ola biləcək bir şeydir. Yəni son nöqtə artıq həyatdan köçüb getməkdir. Bu hər kəsin başına gələr. Yəni bizlərin başına gələ bilər. Amma yenə də bu nə isə dəyişmir. Empatiya nəyə görə yoxdur? İstəyərdim sənin fikrini alım bu barədə. Daha sonra mən ətraflı şəkildə fikrimi bildirim. Məncə insanlar o qədər görürlər ki, məsələn, şiddət görmüş bir uşaq üçün böyüyür, artıq başqa bir şiddət çox adi hal alır. Məsələn, məktəbdə müəllim uşağı vurur, döyür. Valideyn deyir ki, bizim vaxtımızda məni də döymüşlər, orada nə var ki? Vəziyyətin ciddiliyinin fərqinə varmır. Öz başına gəlibsə, bu çox adi halmış kimi qəbul olunur. Bu da elədir. Yəni biz empatiya yoxsulluğundan çox başımıza o qədər gəlib ki, artıq öyrəşmişik. Müəyyən dərəcədə səndən razıyam Sevinc, amma hər kəsdə də bu cür deyil. Yəni şiddət gördüsə empati yoxsulu olacaq və yaxud da necə? Əslində burada mən deyərdim ki, insanlar bir növ maskalanır bəzən. Ola bilər. Və ya diqqət çəkmək üçün belə hətta həmin o insanlar çox zaman çox mənasız, əlaqəsiz ifadələr də işlədə bilərlər ki, bunu təki görsünlər. Bu da nə zaman olur? Bəzən bu deyirlər reklam, bir də anti-reklam. Bəli, bəli. Eynilə bunun kimi. Bəziləri özünü yaxşı olaraq qələmə verərək göz önünə çıxır. Hazırda isə yaxşı insan, ümumiyyətlə yaxşı pis anlayışı yoxdur. Yaxşı insan, pis insan anlayışı, hər kəsin özünə xas bir xarakteri var. Yaxşısı da ola bilər, pisi də ola bilər. Bu mövzudan tamam kənar deyə toxunmuram ora çox da. Amma həmin o insanlar artıq pis biri kimi önə çıxmağı daha rahat bilirlər. Anti-reklam. Sosial şəbəkəni açırıq. Blogerlərin, bəzi blogerlərin etik olmayan davranışları var.
yanlış ifadələrlə hətta önə çıxırlar. Bunu müzakirə obyekti edirlər. Onun üçün o önəmli deyil. Onun fikri önəmli deyil. Onun üçün məşhurluğudur ki, məşhurlaşdım. Diqqət gördüm. Hətta TikTok platformasında da bəzi blogerlər var ki, çox mənasız hərəkətlər edirlər. Yəni şüurlu bir insanın edəcəyi hərəkətlər deyil bunlar. Rəylərdə mən diqqət edirəm, insanlar yazır ki, görəsən bir insan necə belə hərəkət edə bilər? Gör necə ağılsızdır. Belə yazırlar. Məsələn, məncə o insanlar ağılsız deyil. Yəni çünki ağılsız insan o hərəkətləri bilməyərək edən insandır. Amma bu insanlar bilinçli şəkildə edirlər o hərəkətləri sırf məşhur olmaq üçün. Bəli. Amma təbii ki, yenə də bu nə isə dəyişmir. Onlar öz muradlarına ərirlər deyə. Bəli, bəli. İnsanlar da bu axına məruz qalıb sürü psixologiyasına tabe olmuş olurlar. Bu sürü psixologiyasından çıxmaq üçün də hər şeyin fərqində olmaq lazımdır. Rəylərdə isə həmin insanlara deyərdim ki, öncəliklə məşhurluq bu cür olmur. Öz xarakterini tanıyaraq, özünü tanıyaraq, özündə o əsas bacarıqlarını, çünki hər bir insan sağ və sol yarımkürədən beyni ibarətdir ki, biz bilirik ki, sağ yarımkürəmiz yaradıcı tərəfimizi, o təbiətə qovuşan insanlar olur. Məsəl üçün rəssamlar olsun, aktyorlar, bu tip insanlar daha çox sağ yarımkürəsi inkişaf edir. Eynilə də birazca o yaradıcı tərəflərini inkişaf etdirsələr, əminəm ki, öz bacarıqlarının da fərqində olacaqlar və çox doğru şəkildə də məşhurluğa çatmış olacaqlar. Növbəti xəbərimiz biraz təbəqələşmə ilə bağlıdır. Ölkəmizdə də aktual problemlərdən biridir bu. Türk bloger salfet satan uşağa hörmətlə yanaşıb. Demək, türk bloger gəlib Azərbaycana, hər hansı bir restoranda əyləşib, salfet satan bir uşaq daxil olur restorana və ona salfet satmaq istəyir. Bu zaman restoranın nümayəndəsi yaxınlaşır və uşağı qolundan tutub çıxartmağa çalışır. Türk bloger isə ona dayan deyir və uşaqla söhbət edir. Restorandan çıxdıqdan sonra da uşağa salfet satdığını, niyə satdığını və yaxud da neçə yaşı olduğunu, hardan olduğunu soruşur. Yəni qısa bir söhbət edir, onu yox saymır. Amma restoranın nümayəndəsi onu qolundan tutub çıxartmağa çalışır. Aydan, biz niyə öz vətənimizin nümayəndələrinə qarşı bu qədər ayrı-seçkilik edirik? Əvvəla orada bunu deyim ki, misal hər restoranın özünə xas qanunları olur, olmazlar ola bilər. Yəni buna riayət etmək üçün, müştərilərin o rahatlığını təmin etmək üçün müəyyən bir çərçivədə qaydalara əməl etmə məcburiyyətində olurlar. Bu da onlardan biri ola bilər ki, restoran daxilində satışa icazə verilməsin. Amma təbii ki, bu nə isə dəyişirmi? Xeyr. Çünki videodan biz görürük ki, həmin o restoran nümayəndəsi, yəni bununla olmaz ifadəsini işlədərək hiss edirik ki, artıq burada bir növ alçaltmış olur uşağı. Bu doğru deyil. Mən deyərdim ki, həmvətənli oldu, həmvətənli olmadı, qeyri bir yerdə oldu. Təkcə bizim ölkəyə xas bir şey deyil bu. Bir çox yerlərdə bunu görərdik. Mən ümumiyyətlə ölkəni qınamaq anlayışını heç cürə anlaya bilmirəm. Bu ölkəlik bir məsələ deyil, insanın özünə xas olan bir şeydir. Mənə maraqlı gəldi ki, rəylərdə nə reaksiya veriblər buna? Rəylərdə bəzi insanlar vurğulayır ki, dilənmir ki, öz əməyi ilə satış edib pul qazanır. Digərləri yenə bizim yanaşdığımız tərəfdən yanaşır, deyir ki, bəzi insanlar öz ölkəsinin vətəndaşlarına qarşı düşmən kimi rəftar edir. Bu videonun şərhlərində mən kifayət qədər haqlı fikir gördüm. Rəylərdə də yanlış bir fikirlərə rastlaşmırıq. Hamısı əksinə uşağın tərəfində olub. Gəl burada bir nüansı həm sənin, həm də izləyicinin nəzərinə çatdırım ki, son zamanlarda çox müşahidə edirəm bu halı. Bəzi mərkəz rəhbərləri var ki, indi həmin şəxs rəhbər olmaya bilər. Restoranın müəyyən bir səviyyə təbəqəsinə sahib olan nümayəndə də ola bilər. Amma bunu ümumi olaraq fikir kimi deyirəm. Bəzi rəhbərlər sadəcə olaraq öz eqolarını tətmin etmələri üçün mərkəz açırlar və rəhbərlik etməyə çalışırlar. Bu da hardan gəlir desək, uşaqlıqda görülməməkdən, dinlənilməməkdən, diqqət görməməkdən. O qədər sevgi, diqqət, qayğı, acılığı yaşayırlar ki, bunu sanki ətrafa alçaldaraq, onların üzərində dominantlıq göstərərək bunu tətmin etmiş olurlar. Yəni sanki o hissəni doldururlar. Yəni mənim hissim də, sevincim də qaydasındadır.
və özlərini çox xoşbəxt hiss edirlər. Təbii ki, bu müvəqqəti xoşbəxtlikdir. Bu cür özünü sən tapa bilməyəcəksən. Əgər onu düzəltmək istəyirsənsə, rəhbər olaraq deyil. Onu araşdırıb kökdə yatan səbəbi, sənin bu cür olmağına nə səbəb olubsa, onu müalicə edərək qaydasını salmaq lazımdır. Və sənə bir şey də qeyd edim Sevinc, burada alçaltmaqla da, amma bəzi insanlar da var ki, alçaltmaqla deyil, özlərinə təriflər yağdırmalarını istəyirlər. Misal üçün birisi deyək ki, misal üçün nəzərdə tuturam, bir seminar keçirdir və yaxud da hər hansısa bir yerin rəhbəridir və işçiləri var. Və burada artıq necə edir? Ona qarşı xoş sözlər deməsini istəyirlər. Daima onların gözündə yaxşı görünmək, daima müəyyən bir o səviyyəni sanki sübut etməyə çalışırlar ki, mən rəhbərəm, mən görülürəm, mən məşhuram. Bundan öncəki xəbərdə də misal üçün biz də qeyd etdik ki, məşhurlaşmaq. Bəli, İndi bu da oradan da gəlir ki, sənin görülməməyin məşhurluq qazanaraq görülməyinlə keçməyəcək. Və bu insanların da fərqində olmalıyıq. Yəni əgər daima bir şəxs, yəni fərd bir emosiyadadırsa, sadəcə bir duyğu ilə ətrafda tanınırsa, yəni o çox yaxşı biridir deyiriksə, tamam, nəyə görə yaxşıdır? Analiz edək. Və yaxud da deyirik ki, pis insandır. Nəyə görə pisdir? O insanları müəyyən dərəcədə anlamaq olar. Yəni mən psixoloq olduğum üçün anlayıram, empati qurduğum üçün anlayıram ki, görə bilmədiklərini görmək istəyirlər. Əslində müəyyən bir dərəcədə o təmin olmaq istəyirlər də. Amma bu onlara pislik edərək deyil. Yəni manipulyasiya edim, başqasının duyğusundan istifadə edim, tək ki mən yaxşı olum düşüncəsi ilə yanlışdır. Həmin şəxsən, həmin o restoran nümayəndəsinə gəldikdə isə, yəni bu cür edərək əksinə özünə zərər vurmuş olursan. Bunu alçaldaraq deyil də, çox etik çərçivədə izah edərək. Yəni o zaten bir uşaqdır. Və bir başqa ölkənin də yanında, yəni yenə deyirəm, ölkə olaraq qınanılmasına qətiyyən razı deyiləm. Ola bilər ki, rəylərdə qeyd edərlər ki, bizim öz ölkəmizin həmvətənlərinə qarşı reaksiyası bu cürdür. Xeyr, bizim ölkə deyil. O insanın həmvətəninə qarşı, bəli, artıq şəxsdir burada. Bəzi insanlar üçün yaxşı insan anlayışı fəda edə bilən insan deməkdir. Yəni bir insan özündən fəda edirsə, yaxşı insandır. Və əksinə bir insan əgər hamıdan öncəyə özünü qoyursa, özünü sevirsə, düşünürsə, bu insanlara da biz egoist gözü ilə baxırıq. Niyə? Ego ilə özgüvəni insanlar qarışdırır. Özgüvən də, ego da düşüb qalxa bilər. Yəni bu çox normal bir şeydir. Çünki stabil davam edə bilmərik biz heç bir zaman. Çünki baxın, məsələn, bu gün özümüzü çox yaxşı hiss ediriksə, sabah özümüzü yaxşı hiss etməyə bilər. Bu normal bir şeydir. İnsani bir şeydir bu. Bəli. Eynilə də o ego ilə özgüvənin fərqinə gəldikdə, özgüvən davamlı, amma ego müvəqqəti bir hissdir. Özgüvənli insan özünü hiss etdikdə o zəif təbəqəyə, yəni alçaldığı zaman, yəni olduğu səviyyədən aşağı düşdüyü zaman özgüvəni sarsılmır. Deyir ki özünə, mən buradan yenidən qalxacam. Yenidən həmin səviyyəyə qalxacam və əldə etdiyimi təkrar əldə edəcəm. Bu təkcə status məsələsinə aid deyil. Emosional olaraq da. Bəli, emosional olaraq da ola bilər, maddi olaraq da ola bilər. Yəni insanın bütün ehtiyacları nədirsə, o ehtiyaca əsasən müəyyən bir təbəqələrdə olur. Bunun da alçalıb, yüksəlməsi heç nəyi dəyişmir. Amma ego da bu belədirmi? Xeyr. Ego sanki bir şar olaraq təsəvvür edək. Şar şişir, amma ona kiçik bir iynə ucu dəydikdə və yaxud da bir iti uclu nəsə dəyəndə o partlayır. Ego da bunun kimidir. Bəli. Mən deyir ki, misal üçün çox yaxşıyam, maddiyyatım bu cürdür, pulum var və yaxud da mənim münasibətim çox yaxşıdır, ailəm məni hər zaman sevib, hər zaman əl üstündə tutub. Amma kənardan bir şəxs hər hansısa bir əks bir şey deyəndə ona, artıq onun egosu sınmış olur. Və bunu sakit olmaqla deyil, aqressiya ilə cavab vermiş olur ki, bir növ beyin artıq müdafiəyə keçir. Özünü qoruma mexanizması ki, belə deyil, bu cürdür. Və bir şey də qeyd etmək istəyirəm. Çox üzr istəyirəm Sevinc. İzləyicilərdən üzr istəyirəm ki, ola bilsin çox danışıram, amma bunu deməliydim. Bəzən insanlar da özü ilə üzləşməkdən qorxur. Gəl həmin o hadisəyə təkrar nəzər salaq.
həmin o restoran nümayəndəsi uşağa bununla olmaz deyərək kənara atması, yəni restoranı tərk etməsinə məcbur etməsi müəyyən dərəcədə anlaşılandır. Amma o özü ilə də üzləşə bilər ki, məsəl üçün uşaqlıqda necə olur? Oxumasan süpürgəçi olacaqsan. Oxumasan səni sevməyəcək. Yəni nəsə vəd edirlər ki, yəni sən oxumalısan ki, hər hansısa bir statusa sahib olmalısan ki, mən səni sevim. Valideyn artıq bunu uşağa aşılamış olur. Müqayisə formasında da olur bu aşılanma bəzən. Bəli, müqayisə formasında da olur, amma çox zaman sanki deyirlər ki, yəni sevginin qarşılıqlı istəyirlər də, nəsə edəsən ki, səni sevsinlər. Amma sevgi bu deyil. Mən əgər övladımı sevirəmsə, onun nəsə etməsinə gərək yoxdur. Onu zaten övladım olduğu üçün, yəni o şəxsin özünə görə övladım olmasın, fərqi yoxdur, qeyrisi olsun. Məsələn, sənin özün deyək, məsələn, mən səni sevirəmsə, sənə qarşı hər hansısa bir xoş hisslər bəsləyirəmsə, bunun sənin mənə nəyisə verdiyinə görə deyil. İnsan olaraq, içdən gələn bir şey, duyğusal olaraq. Amma bunu valideynlər bəzən artıq uşağa bunu bir növ şüuraltı olaraq öyrədirlər ki, nəsə edəsən, səni sevsinlər. Və eynilə də uşaqlıqda eşitdiyimiz o süpürgəçi olacaqsan, fəhlə olacaqsan, əslində bu özü də bir işdir. Bunları Bəli. alçaldaraq, yəni Təbii ki. alçaldaraq öyrədilib Bəli. və böyüdüyü zaman da müəyyən bir statusa sahib olduqda artıq özünü sübut etmiş olur ki, mən etdim bunu. Mən etdim, artıq bir növdə ego da daxil olur. Hər kəsdə ego var. Amma həmin o şəxsin o zaman ərzində ola bilsin ki, özü ilə üzləşmiş ola bilər. Və özünə də sübut etmiş olur. Özünə deyil daha doğrusu, valideynlərinə sübut etmiş olur ki, mən bu səviyyədəyəm. Mənim səviyyəm yüksəkdir, mən oxudum, mən əldə etdim və o sevgini də görürsə, təbii ki, artıq buna qane olur ki, beyin qane olur ki, bəli, mən etdim və məni sevdilər. Və artıq qarşısında bir süpürgəçi görəndə də, fəhlə görəndə də, eynilə həmin o uşaq kimi öz zəhməti ilə qazandığı, məsəl hər kəsin öz seçimi var da. O uşaq gedib 18 yaşı olmadığına görə müəyyən bir yerdə işləyə bilməz. Bəli. Müəyyən dərəcədə özünün və yaxud da ailəsinə kömək etmək üçün bu cür salfet sataraq və yaxud da hər hansısa bir kömək edərək də Bəli. gəlirini qazanır. Yəni onun artıq işinə bais çıxmaq, ona mane olmaq və yaxud da onu alçatmaq doğru deyil. Keçək növbəti xəbərimizə. Gömrük əməkdaşını 16 yaşlı oğlan öldürüb. Mən burada istəyirəm diqqəti verək nəyə? Biraz etik çərçivədən kənara çıxa bilərəm, üzrlü sayın. Bu gün 10-18 yaş aralığında olan oğlanlarda bir vorzakon olma istəyi var. Yəni şiddəti sanki gözəlləşdirib təqdim edirlər. Onlar üçün şiddət göstərmək, vurmaq, qırmaq, qışqırmaq, yumruğu masanın üzərinə vurmaq bir güc göstərgəsidir. Yəni yaxşı oğlan olmaq sanki bunları tələb edir. Niyə bu gənclərin bu gün maraq dairəsi bu qədər, yəni bu yöndədir? Vorzakon olmaq niyə bu qədər populyardır? Cəmiyyət sevinci. Sadəcə cəmiyyət deyərdim. Cəmiyyətin bir sıra təbəqəsinin insanları. Şiddəti o qədər gözəlləşdirərək, sən qeyd etdiyin kimi gözəlləşdirərək sunurlar ki, şiddət etsən bu cür olacaq. Və yaxud da keçən buraxılışımızda da qeyd etmişdim ki, əsəbiliyi, aqressivliyi bir xarakter olaraq artıq aşılayırlar. Sən əsəbisənsə, aqressivsənsə, sanki güclü olmağı bu cür əldə edir insanlar. Mən vuracam, şiddət edəcəm, mənim sözüm keçəcək, sözümü desəm, mənim sözümü eşitməlidirlər. Yəni o içdəki o hıncmı deyim, kinmi deyim və yaxud da hətta bunu da qeyd edə bilərəm ki, öyrəndiyi o şiddət. Bəli. Ailə daxilində şiddət varsa, əsas da atadan görürsə bunu, artıq o öyrənir ki, mənim atam bu cür şiddət göstərərək, acıdil olaraq, vuraraq, dağıdaraq, o dediyin kimi etik deyil, doğrudur, vorzakon tipli deyirlər. Yəni bu cür davranaraq müəyyən bir hörmətə sahibdirsə, mən yaxşı olsam nə olacaq ki? Pis olum ki, qoy mənim də hörmətimi saxlasınlar, məndən qorxsunlar. Bu cür, yəni
görürsə artıq öyrənir. Məsələn, biz özümüz də qeyd etmişdik ki, uşaq gördüyünü edər. Bəli. Yəni bunun doğru olduğunu artıq anlamış olur ki, mən bu cür edəcəmsə hörmət qazanacağam və yaxşı olmağı da bu cür qələmə verirlər ki, yaxşı oğlan, yaxşı qız. Əslində yaxşı oğlan, yaxşı qız, az öncə də qeyd etmişdim ki, yaxşı pis anlayışı yoxdur. Sən hansı xarakterdəsənsə, ümumiyyətlə bir şəxsiyyət olaraq sənin yaxşı tərəflərin də var, pis tərəflərin də var. Sən mükəmməl olaraq yaxşı ola bilməzsən. Pis olaraq da tamamilə pis ola bilməzsən. Və bir şey də burada qeyd edim ki, qızlara daha çox yaxşı qız anlayışı fədakarlıq etdikdə, sözə Bəli. qulaq asan olduqda, bir sözünü iki etməyəndə yaxşı qız olur. Amma oğlan uşaqlarında daha çox sözünü deyən, vurub yıxan, güc göstərən oğlanlara isə yaxşı oğlan deyirlər. Bəli. Bu da bu cür deyil. Yəni və o mərhəmət hissinin olması əslində sənin içində var. Sadəcə olaraq bir növ sürü psixologiyası. Yenə də burada sürü psixologiyasına gəlib çıxacaq. Artıq o axına gedir. O yaxşıdır. Yəni o vurdu, öldürdü, hamı ondan qorxdu. Və bir də bir şey qeyd edim, biraz fəlsəfi olaraq gedəcək bu. Biz bilirik ki, hamıda özünü qoruma instinkti var. Bu cür də artıq misal üçün mən o istə qarşımda nəsə varsa, ona toxuna bilməyəcəm. Çünki qorxacam ki, o mənə nəsə zərər verəcək. Yana bilərəm mən orada, zərər çəkmiş olaram. Və bu cür də həmin o insanlar sanki bir qoruma mexanizması artıq olur. Qorxur ki, birdən mən o içimdəki o uşağı üzə çıxardaram. O mərhəmət hissimi göstərərəm. Həqiqətən də özüm kimi davranıram və mən qarşı tərəfdən zərər alaram. Çünki gördüyü, öyrəndiyi budur. Buna görə də artıq ətrafı qorxudaraq özünü qorumuş olur. Ümid edirəm ki, izah edə bildim. Təbii ki, yəni burada qeyd etmədiyim nüanslar da var. Hər həftə zaten xəbərlər olur. Bu cür hadisələrlə yenidən rastlaşırıq. O hadisə gəldikdə isə mən bütün rəylərdə oxumuşdum. Bəzi rəylərdə o uşağa haqq qazandırırdılar. Bəziləri çox səbəb axtarışında olurdular. Hadisəni müzakirə edirlər rəylərdə. Bəziləri səbəbə fokuslanıb ki, yaxşı edib uşaq, yəni haqq qazandırırlar uşağa. Ölənə isə deyirlər ki, yəqin ki, bir günahı var imiş ki, edib, suçsuz, günahsız yerə heç kim heç kəsə zərər yetirməz. Hətta üzr istəyirəm. Günah həmişə öləndədir deyə bir Bəli. ifadə var. Mən istəyirəm ki, bunu bir saxlayaq yadımızda, bu məsələyə bir də qayıdaq. Qeyd etdiyim kimi günah öləndədir. Rəylərdə də misal görmüşdüm və bu ifadədə cəmiyyətdə bir çox yerdə gəzir. Bundan heç cürə razı deyiləm. Məsələni kənara qoyum, fikrimə qayıdıram. Burada bunu deyim ki, misal üçün, həmin o uşaqda haqq yoxdur. Yəni bir mənalı şəkildə bu hadisə ona haqq qazandırmır ki, səbəb nə olursa olsun, gedib bir cinayət işləsin. Bəli. Öncəliklə öz və həmin şəxsin həyatını məhv etmiş olur. Amma orada bir rəy mənim çox diqqətimi çəkdi və çox xoşuma gəldi. Bir valideyn yazmışdı bunu. 10-11 yaşındaymış övladı. Ayaqqabı qutusunun içində bıçaq tapıb və uşaqdan soruşub, uşaq dostunu satmaması üçün yalan danışıb, deməyib və bunun da artıq gedib polisə təhvil verib bıçağı. Ciddi polisin yanına aparıb və cəza verib. Mən bunu çox zaman qeyd edirəm. Valideyn bəzən yaxşı olmalıdır. Mən qeyd etmirəm şiddət törətməlidir və yaxud da necəsə bir sərt reaksiya verməlidir. Amma bəzən cəza vermək lazımdır uşağa. Cəza tətbiq etdikdə artıq anlamış olur ki, bu yanlış davranışdır. Yanlış hərəkətdir. Hazırda qeyd edib ki, misal üçün, oğlumun artıq 20 yaşı var və çox yaxşı, heç bir zaman heç bir şeylə şikayət etməmişəm. Yəni o cəza artıq ona öyrətdi ki, bu doğru deyil. Bəzən bəzi şeyləri kimlərisə nəsə izah edirik ki, yanlışdır bu, etməməlisən və ya digər tərzdə, amma anlaya bilmir. Bunu artıq göstərməklə. Göstərdikdə artıq öyrənmiş olur ki, bu yanlışdır və yeniyetməlik dönəmində də insanın özünü dərk etdiyi dönəm olduğuna görə. Dərk etdikcə də ətrafa mən böyüyəm ifadəsini sübut etmək üçün bu cür yollara əl atırlar ki, mən böyüyəm, mənim sözüm eşidiləcək. Məncə bu qədər yetər. Bəli. Bu xəbərlə bağlı. Keçək növbəti xəbərə Sevinç. Növbəti xəbərə keçək. Bu bir dənə xəbərin üzərində deyil, növbəti mövzumuz. Bir neçə xəbərin üzərindən danışmaq istəyirəm. Bu gün xəbər səhifələrinə daxil olduqda
biz həftə ərzində minimum 2-3 dənə xəbərlə rastlaşırıq, hansı ki, orada valideynlər uşaqlarını çəkib paylaşır. Uşaqlarının gülməli, nə bilim və yaxud da nəsə bir günah işləyir, onlara cəza verirlər, qışqırırlar, reaksiyasını çəkib paylaşırlar. Yəni bir video, görüntü uğruna bu gün çünki bir çox bloqerlər də həmin şeyi edirlər, uşaqlarını paylaşırlar, uşaqlarına müxtəlif zarafatlar edirlər, onları çəkib paylaşırlar, onların reaksiyaları insanları maraqlandırır. Bu nə dərəcədə düzgündür? Yəni mən uşağımın görüntü xatirinə onun reaksiyalarını çəkirəm. Bəs yaxşı, bu uşaqda necə görünür? Uşaq tərəfindən necə qəbul edilir? Bununla bağlı hətta mən uşaqlar üzərindən bir çox trendlərlə də rastlaşmışam. Bunlar yanlışdır təbii ki. Ola bilsin ki, həmin şəxslər üçün, valideynlər üçün bu bir xatirə ola bilər. Bəzi valideynlər də özləri məşhurlaşa bilmirlər. Yəni bu gün nəsə çox məşhurluğa toxunuruq. Bəli. Özləri məşhurlaşa bilmir, amma ətrafdan sanki uşağına qarşı deyilən sözlərə görə ehtiyaclarını ödəmiş olurlar. Bundansa zaten toxunmuşam. Bir tərəfə toxunum, əsas uşaq üzərinə fokuslanaq deyərdim. O uşağa təbii ki, müəyyən dərəcədə pis təsir edir. Cəza tətbiq etmək doğrudur uşağa. Yanlış olduğunu deyilməsi üçün, yanlış olduğunu anlaması üçün cəza tətbiq etmək doğrudur. Amma bunu çəkib paylaşmaq yanlışdır. Nəyə görə desəniz, həmin uşaq gələcəkdə bununla rastlaşa bilər. Çünki biz bilirik ki, hazırda uşaqların əlində telefon var. Bəli. Və çox da yaxşı görürlər, çox da yaxşı başa düşürlər. Bu bizim əslində yaxşıdır. Bəzən deyirlər ki, uşaqların əlində telefonda bu pisdir. Xeyr, əslində yaxşı bir haldır ki, beyin inkişaf edir. Daha çox inkişaf edirik və daha tez qavrayır uşaqlar bunu. Yəni biri var ki, beyin bir yöndə getsin. Təbii ki, yəni daima telefondan asılı nəzərdə tutmuram. Telefondan asılı olduqda yenə beyin sadəcə bir yerə fokuslanacaq və beyində yatma olacaq. Yəni beyin inkişaf etməyəcək. Ətraflı şəkildə uşaq. Mən həmin videoya baxmışdım. Sən özün mənə yönəltmişdin o videonu. Sən orada uşaq dağıdıb sadəcə. O dağıdıb. Yəni bu zaten uşağa xas bir şeydir. Nəyə görə bir valideyn olaraq icazə vermirik ki, uşaq dağıtsın, oynasın. Baxın, bəzən deyirik, Yaxşı uşaq anlayışıdır bu. bəli, yenə yaxşı. Bunu çox eşitmişəm. Məsələn, deyirlər ki, çox sakitdir. Qucağına gedir, heç ağlamır. Çox sakit, evə girirsən, ev hər yer səliqəlidir, o qədər tərtəmizdir. Heç yormur məni. Bəli, heç yormur məni deyir, amma əslində uşaq səni yormalıdır. Mən əgər bir evə girib və o evdə uşaq varsa, hər yer çox təmiz, səliqəlidirsə, deməli o uşaq uşaqlığını yaşamır. Töküntülü olmalıdır Ya ev. da ana çox təmizdir. Xeyr, ana nə qədər təmiz olsa da, ana burdan yığışdıracaq, oradan uşaq tökəcək. Bu uşaq dəcəl olmaz. Uşağa rahatlıq verilməlidir. Bəli. Təbii ki, yenə də etik çərçivədə, yəni o müəyyən bir qaydalar var ki, o qaydaları uşağa tərtib edərək, yəni o qaydadan kənara çıxmamaq şərti ilə. Əgər valideyn müəyyən bir qayda deyibsə ki, bunun olmaz, o hər zaman olmaz. Hər zaman da olmaz olaraq qalmalıdır. Bu gün olmaz deyib sabahlarım yenidən olar deyiriksə, təzad yaratmış oluruq. Uşaqda da güvənsizlik yaranır və deyir ki, bir növdə belə deyək də, manipulyasiya artıq keçir. Ağlayaraq, özünü pis edərək, üzgün duraraq deyir ki, mən bu cür edəcəmsə, deməli istədiyimi edə bilərəm. Yox, əslində burada valideyn öz cəzasında, öz qaydalarında sabit olsa və qərarlı olsa, həmin o uşaq sabah eyni şeyi istəməyəcək və artıq dərk edəcək ki, bu həqiqətən olmaz. Mən ağlasam da, üzülsəm də bu olmazdı. Belə bir şey oxumuşdum ki, uşaqlar disiplini əslində sevirlər. Amma biz bugün bunun əksinə inandırılmışıq da. Uşaq dağıtmağı sevər, uşaq qayda qanunlara əməl etməməyi sevər. Əslində bu belə deyilmiş. Bunu yaradan da elə valideynlərin özü imiş. Uşaqlar disiplini sevirmiş. Uşaqlar disiplini sevir. Eyni qayda mən dediyim kimi. Valideyn sabit olsa. Bəzən də, məsələn, sən qeyd etdin ki, dağıtmağı sevirlər uşaq. Uşaq dağıtmağı sevə bilər. Sevirdi hətta. Amma valideyn o balansı qorumağı bacarmalıdır. Bəzən valideynlərin etdiyi bir yanlış da var ki, sevgini çox verirlər uşağa. Uşaq buna öyrənir. Bəzən isə tamamilə sevgidən məhrum qoyurlar. Və ya azadlıq baxımından, sərbəstlik baxımından. Bəzi valideynlər çox sərbəstlik verir. Bəziləri isə tamamilə alır. O balans artıq orada pozulur. Balanslı şəkildə.
müəyyən qayda çərçivəsində. Məsələn, bunu edə bilərsən, bunu edə bilməzsən və yaxud da bunu edirsənsə, məsəl üçün evi dağıtdın da, deyək ki, mən icazə verirəm ki, evi dağıda bilərsən. Amma daha sonra isə o uşaqdan tələb edirəm ki, dağıtdığın kimi səliqəyə salmağı da bacarmalısan. Həm burada onun üzərinə bir məsuliyyət mən verirəm. Öhdəlik yüklənir də onun üzərinə. Bunu mən dağıtdımsa, deməli mən yığışdırmalıyam. Hə, bir dəfə etdinsə, etmədisə, ikinci dəfə deyə bilərik ki, gəl bərabər edək. Gəl ikimiz bərabər yığışdıraq. Ola bilsin sıxılırsan. Yəni bu o səliqəyə salmağı belə əyləncəli hala gətirərək, yəni onu sevdirərək, qorxu ilə deyil, yığışdırmasan səni xoxana verəcəm. Hə, Bu ifadə də polis var. gəlib aparacaq Bəli, səni. polis gəlib aparacaq. Həkimə deyəcəm sənə iynə vuracaq. Etməsəm, yəni qorxu ilə deyil. Qorxu ilə tərbiyə vermək doğru deyil. Uşaqla əməkdaşlıq etməliyik. O uşağa nə isə öyrətmək, doğru tərbiyə vermək istəyiriksə, yanında olub balanslı şəkildə tərbiyəni verməyi bacarmalıyıq. Bir də Aydan, qorxudan əlavə mən bu şeyə də çox rastlamışam. Uşaqlara pulla nə isə etdirirlər. Daha çox nənə-babalarda görünür bu. Deyir ki, mən sənə 1 manat verəcəm, get mənə filan şeyi al. Və yaxud da mən sənə bu qədər pul verəcəm, sən bu şeyi et. Bu uşaqların psixologiyasına necə təsir edir? Məsələn, uşaq düşünə bilər ki, mən bir şeyə əziyyət çəkirəm, onun qarşılığında mənə pul verilir. Yəni əziyyət çəkib qarşılığını alma anlayışı da formalaşa bilər. Əksinə, puldan asılı da qala bilər. Yəni hər şeyi pulla ölçə də bilər. Necə təsir edir? Doğru deyirsən, amma elə özün də qeyd etdin. Özün də cavabında qeyd etdin ki, necə təsir edəcəyini. Sən əslində bir tərəfdən yaxşıdır, bir tərəfdən də pisdir. Yəni yenə deyirəm, balanslı şəkildə olmalıdır bu. Balans qorunmadıqda bunun əks təsirləri olur. Yəni sən özün qeyd etdiyin üçün, yəni bu barədə çox danışmaq istəmirəm. Tamam. Yəni izləyiciləri də yormayaq burdan. Növbəti xəbərə keçəkmi? Çünki əldə xəbərlərimiz çoxdur bildiyim qədər. İstəyirəm proqramı aktual problemlərdən biri ilə sonlandıraq. Hər xəbər səhifəsinin həftə ərzində klassik xəbərləri olur. Bu klassik xəbərlərdən biri cinayətdir, təəssüf ki. Digəri isə narkotik. Buna biz istənilən xəbər saytlarında da rast gəlirik, şəhərin istənilən hissələrində də rast gəlirik, narkotikin antireklamına çox rast gəlirik. Bunun səbəbi nədir? Bəzi insanlar deyir ki, narkotik olmasa, onun abidəçiləri də olmaz. Bəzi insanlar da deyir ki, bunun təməlini enmək lazımdır. Yəni o insan nə olur ki, narkotikə ehtiyac duyur? Nə olur ki, şuurlu şəkildə düşünə bilməyi imtina edir? Narkotik istifadəsi və yaxud da alkoqolizm müəyyən bir asılılığın növləri var. Asılı insanların kökündə çox zaman valideynlə olan münasibəti dayanır. Bəlkə də çoxsu deyəcək ki, niyə ancaq valideynlərin üzərinə düşür? Çünki uşaq dünyaya fərd olaraq gəlir və şəxsiyyət olaraq da formalaşır. Və bu zaman ərzində də uşaq təbii ki, artıq təməl nöqtəsi ailədə atılır. Yəni o ailədədir, o sütun artıq ailədir. Ailə olmasa o uşaq inkişaf etməyəcək. Yəni o şəxsiyyət necə varsa, yəni öz başına inkişaf etməyəcək də. Ətrafında burada təbii ki, təsir var, amma daha çox təsir ailədən gəlir. İlk gördüyü, ilk şahid olduğu ailədə. Ona görə daha çox valideynlərə toxunuram mən. Valideynlə övlad arasındakı münasibət doğru deyilsə və burada şiddət varsa, diqqətsizlik varsa, sevgisizlik varsa, qayğı görmürsə bir uşaq və əldə etdikləri nəsə bir duyğu varsa belə, onu nəyinsə qarşılığında uşağa sunurlar. Bu zamanda yəni bir uşaq əgər diqqət görmürsə, görülmürsə, gəl bunu belə bir misalla çəkim. Misal üçün məktəbdə uşaq daha çox kimdə anlanır? Daha çox kim göz önündə olur? Dəcəl uşaqlar, davranış pozuntusu göstərən uşaqlar daima evə şikayət gedir, müdir yanına gedir, daima göz önündə olur da bu uşaq. Yəni sevgi ilə göz önündə ola bilmir. Artıq bu cür davranışlar edərək göz önündə olur. Yəni pislik edərək, pis insan deyirik, məsələn, hamı deyir pis insan. Pis uşaq olaraq, nadinc uşaq olaraq ki, mən görüldüm. Yenə özünün ehtiyacını təmin etmiş olur burada. Ona görə də hər zaman deyirəm, valideyn uşaqla duyğularında daima balansda qalmağı bacarmalıdır. Hər bir şeydə, etdiyi davranışında olsun, verdiyi duyğuda olsun, hər bir şeydə balanslı olmalıdır. Həmin asılılığın kökünə gələndə də qeyd etdim, davranış pozuntusu. Bu dayanır. Bu da valideynin doğru yanaşmamasından yaranır. Hamısı bir-birinə əlaqəlidir.
Sən dedin ki, çox görürük də narkotik. Alveri olsun, istifadəçiləri olsun, fərqi yoxdur. Narkotikdə misal üçün dedin ki, reklamlar da olur. Təbii ki, bu anti-reklamlardır. Yenidən onu görürsən, bəzən qorumaq məqsədli təbii ki, bu edilir, amma yenə də o uşaq onu görürsə və bunun nədir deyə sual verməsi bu bir fikir formalaşdıracaq və ətrafdan da hətta eşidəcək ki, narkotik istifadə etdi, bir başqası bu cür zərər verdi, bu cür valideynlərinə əziyyət verdi. Əziyyət verdi kəlməsini eşidirsə və o uşaq da artıq görür ki, mən heç cürə görülmürəm, davranış pozuntusu etdi və o narkotik istifadəçilərinin və yaxud da alkoqol istifadəçi fərqi yoxdur. Asıllığın bir çox asıllığın kökündə yatan əsas səbəb həmin şəxslərin valideynlərini cəzalandırmaq istəyidir. Bəli. Bu cür edərək onları cəzalandırır. Duyğusal olaraq cəza verir təbii ki. Həmçinin hətta qeyd edirəm ki, maddi olaraq da cəza vermiş olurlar. Bunu istifadə edərək də məsələn onlar müəyyən bir eyfariyaya çatırlar həmin şəxslər. Bu qaçışdır. Bəli. Üzləşməkdən qorxurlar. Müəyyən bir yəni duyğuları ilə üzləşməkdən qorxduqlarına görə bu cür maddələrdən istifadə edərək eyfariyaya çatıb və ondan uzaqlaşdığını hiss edirlər. Yəni bura seksual asıllıq olsun, qumar asılılığı olsun, narkotik asılılığı, alkoqol asılılığı, digər qeyd etmədiyim asılılıqlar da olsun, hamısında bu dayanır. Eyfariyaya çataraq ondan uzaqlaşdığını düşünür, amma yenidən o eyfariya zaten bir anlıq olan bir şeydir. Oradan düşəndən sonra yenə eyni hadisələr olacaq, yenə eyni duyğu içində olacaqsan. Bu zaman müəyyən bir reabilitasiyalar var ki, məsələn bu asılılıqların qarşısını alır. Reabilitasiyalarda müraciət edərək, amma təbii ki, bəzən bunu məcburiyyət qarşılığında dedilər, özü də istəməlidir. Bəli. O bundan qurtulmaq istəyirmi? Sualına cavab verdikdə hə deyə bilirsə və yaxud da bilmirəm deyirsə, bu zaman bəli onu reabilitasiyada müalicə üçün şərait yarada bilərik. Aydan, təşəkkür edirəm fikirlərin üçün. Xəbərlər çoxdur. Bacardığımız qədər sizin diqqətinizə çatdırırıq, amma xəbərlər həddindən artıq çoxdur, təəssüf ki. Təşəkkür edirəm bura qədər bizi izlədiyiniz üçün. Aydan, söz səndə. Mən də təşəkkür edirəm izləyicilərə bizi izlədiyinə görə. Eynilə də sənə də xəbərləri bu qədər araşdırıb, həm rəyləri ilə, həm başlıqları ilə bizim nəzərimizə çatdırırsan. Ümidvaram ki, ətraflı şəkildə qeyd edə bildim. Təbii ki, hamısının açıqlığı ilə qeyd edə bilmirəm, çünki Bəli. zamanımız çox azdır. Bu zaman çərçivəsində sadəcə bu qədərini qeyd edə bildim. Xəbər çoxdur. Hər həftə zaten biz izləyicilərin yerdəyik. qarşısındayıq, bərabərik. Gələn xəbərlərdə deyək. Gələn xəbərlərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.